Ötən ilin yanvar-noyabr aylarında Avropa İttifaqı ölkələrində yeni avtomobillərin qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb. Yenavaz.com Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına istinadən xəbər verir ki, son aylardakı müsbət dinamikaya baxmayaraq ümumi satış həcmləri hələ də pandemiyadan əvvəlki səviyyələrdən xeyli aşağı qalır. Hesabat dövründə batareya ilə işləyən elektrik avtomobillərinin bazar payı 16,9%-ə yüksəlib. Bu göstərici ilk proqnozlarla uyğun olsa da enerji keçidi hədəflərinə çatmaq üçün aşağı göstərici hesab olunur. Bildirilir ki, alıcılar arasında ən populyar seçim hibrid elektrik avtomobillərdir. 2025-ci ilin ilk 11 ayında Avropa İttifaqında 1.662.399 yeni batareyalı elektrik avtomobili qeydiyyata alınıb. Batareya ilə işləyən elektrik avtomobillərinin satışlarının 62%-ni formalaşdıran 4 ən böyük bazarda artım qeydə alınıb. Almaniya, Belçika, Niderland və Fransa. Hibrid elektrik avtomobillərin qeydiyyatı isə 3.408.907 ədədə çataraq bazarın 34,6%-ni təşkil edib. Artım əsasən İspaniya, Fransa, Almaniya və İtaliya hesabına təmin olunub. Plug-in hibrid avtomobillərin satışları da sürətlə böyüyür. Yanvar-noyabr dövründə 912.723 avtomobil qeydiyyata alınıb. İspaniya, İtaliya və Almaniya əsas artım mənbələri olub. Nəticədə bu segmentin bazar payı 9,3%-ə yüksəlib. Noyabr ayı üzrə illik müqayisədə batareya ilə işləyən avtomobillərin satışları 44,1%, hibrid elektrik avtomobillər 4,2%, plug-in hibridlər isə 38,4% artım göstərib. 2025-ci ilin noyabrınadək benzinlə işləyən avtomobillərin qeydiyyatı 18,6% azalıb. Ən kəskin geriləmə Fransada müşahidə olunub. Almaniya, İtaliya və İspaniyada azalma yaşayan ölkələr sırasındadır. Ümumilikdə 2.665.739 benzin avtomobili qeydiyyata alınıb və bu segmentin bazar payı 27%-ə düşüb. Dizel avtomobillərin bazarı isə 24,4% geriləyərək 9% paya enib. Noyabr ayı üzrə illik müqayisədə benzin satışları 21,9%, dizel satışları isə 23,2% azalıb.